Psixoloqa gələrək sən daha çox qazanırsan, nəinki itirirsən. Adətən xanımlar yoldaşlarını seansa gətirə bilmirlər. Çünki kişilərin beyni çox təəssüf edirəm ki, digər psixoloqlardan fərqli olaraq, bəzi psixoloqlar fərqli olaraq, mən kişiləri tərifləməyəcəm ki, onlar mənə alqış desin. Birincisi, kişilərlə işləmək niyə maraqlı deyil? Çünki onlar hər şeyi məntiqlə yanaşırlar. Hər şey pulla yanaşırlar. Hər şeyin sonu puldur. Məntiq və beyinlərində ancaq pul, iş, məntiqlə həll olunur hər şey. Ona görə onlara terapiya həm mənim üçün maraqsızdır, həm də onlara bir maraq. O zaman, yəni seansa gəlsin, ali terapiyalarında olsa belə, seanslara davam etsələr belə düşünürlər ki, onların seanslardan sonra əldə etdikləri həyat tərzi yüksəlişi, maddi baxımından və həyat baxımından yüksəlişi sağlanır. O sadəcə seansdan asılı deyil, yəni seansa görə bunlar baş verməlidir düşünür. Yəni yenə də nankorluq və naşükürlük enerjisinə düşürlər. Amma qadınlar bunu enerji sayəsində, şuuraltının dəyişdiyi üçün, bu baş verdiyi üçün fərqli enerji səviyyələrində olduğuna görə onu çox gözəl bilirlər və qadınla işləmək daha maraqlı olur. Kişilər hər şeyi məntiqə bağlayırlar, naşükürlüyə daha çox düşürlər, amma qadın bilir proses, qadın hiss etməsi, duyğusallığı yüksək olduğuna görə kişilərdə bu yoxdur. Hər şey məntiq. Ona görə mənasız gəlir mənə. Yəni bir yerə, yəni harada qaldırsan yenə də naşükürdülər, xeyri yoxdur. Ailə terapiyalarına düzdür, məcbur yəni keçirəm, amma tək seanslarda belə yəni qəbul etmirəm. Çünki beyinlərində istənilən, necə ki qadınlarda bütün kişi obrazları onun atası yerindədirsə, qadın kişilərdə də anası yerindədir. Yəni evdəki qadının məsləhət verməsi və yaxud da yol göstərməsindən psixoloqun heç bir fərqi yoxdur onların şuuraltısında, onu dəyişik görə bilmirlər. Yəni qadınlarda bu enerji daha yüksəkdir. Ona görə düşünürəm ki, qadın psixoloqlar daha irəlidədir, nəinki kişi. Исключение deyim ki, Sigmund Freud, исключение'də izləyəcək. Yəni çox nadir halda doğrudur, onu da qəbul etməsələr də, yəni həqiqəti hər zaman hər kəs qəbul etmir. Yəni seanslarda kişilər olan zaman onları nə qədər həyat tərzini dəyişdirsək də, onları məntiqli don geyindirlər ki, yəni mən işlədim, qazandım, yolum açıldı, yəni işlərim belə getdi, ona görə mən də yaxşı. Amma qadın gələndə deyir ki, sən o psixoloqdan asılısan, səni ofsunluyub, səni manipulyasiya, istənilən don geyindirəndə insanlar doğru enerjiyi yanlış kimi göstərəndə, yanlış enerjide birincisi olan insanlar doğru enerjini yanlış göstərməyə çalışır. Çünki bunu öyrənib. Yanlışı da doğru göstərməyə çalışır. Sən bunu nə qədər doğrunu yanlış göstərsən, sənin sağlamlığında, həyat tərzində yaşadan problemin və həll edə bilmədiyin bir bax gör hansı problem var, onun çözümü bu düşüncənin dəyişən zaman olacaq. Buna həll etməkdə insan nəyə görə deyir ki, alınmır, o problem ümumiyyətlə həll olunmayacaq. Ona görə ki, o bütün qapılarını insan öz-özünə, bütün qapılarını özünə bağlayıbdır deyənə, ona toxunma, mənim eqom sınar və o problem həll olunarsa, sən mənim üzərimdə qələbə çalarsan. Bəli, bəzən çox vaxtı belə düşüncədə gələn insanlar çoxdur. Yəni, mən sizə deyim, həll olunmayan heç bir problem yoxdur, mümkündür və mən bunun imzasını da çəkirəm. Amma insan buna özünə icazə vermir. Necə icazə vermir? Yəni, deyir ki, mən bu problemimi, bu xəstəliyimi həll etməyinə sən icazə vermirəm, birinci səbəb. Birdən sən özünü üstün hesab edərsən, bacardığını təsdiq edərsən, yəni psixoloqun bu işi bacardığını istəmir görsün, birincisi. İkincisi, o problemi onun həll olunarsa, o insanın başqa bir problemi istəmədiyi bir şeyi buraxmaz. Məsələn, bu problemi həll olunarsa, maddiyatdan bir və yaxud da hər hansı bir nəysə buraxmalıdır. Onu da buraxmaq istəmir, ona görə əsasən bu problemi yaşayım deyim. Sağlamlıqla bağlı bu problemi yaşayım. Bir şey qurban vermədən bir şeyin biz davam edə bilmərik. Və ona görə də çətindir. Ona görə də bunu bilən, həyat tərzini dəyişən, o qadına imkan vermir ki,
dəyişdirsin həyatı. Niyə? Çünki müəyyən bir zaman və ya da evlilik müddətinə müəyyən bir zaman sərf edibdir o qadını belə əhəlləşdirmək üçün, deyək ki. Yəni belə tərbiyə verməsi üçün. O kişinin bir tərbiyəsi var, o qadınla veribdir. Sən ya məsələn durmalısan, evlə yığışdırmalısan, falan iş görməlisən, mənim qayda-qanundan çıxmamalısın, düzdürmü? Psixoloqiyada bunlar pozulduğuna görə, üstəlik ki, psixoloq qadın hansı vəziyyətə gəlib? Panik atak, təşvir, əsəb, stres, depressiya, bütün xəstəliklər, psixi və fiziki xəstəliklər üzərinə yığaraq gəlir və bu prosesdə dəyişdiyinə görə bu kişiyə sərf etmir. Deyirsən, mən tərbiyəmdən çıxdım, mənim qayda-qanundan çıxdığına görə sənə qəti qadağandır terapiya. Bu insan sağalmağa doğru gedəndə onu xəstə edən insana xoş gəlmir. Deyir ki, sən belə xəstə olmalısan ki, mən rahat olmalıyam ki, səni asanlıqla qoyum gedim və istədiyim işi görüm. Və qadın buna etiraz edəndə, qəbul etməyəndə, düzdür? Məsələn, mən gedim öz xəyanətimi edim, həyat tərzimi yaşayım, sən bu cür bu xəstə vəziyyətindən, stresindən, əsəbindən, sənə yaşatdığımdan yaşamalısan həyatın. Bundan çıxmağa cəhd etmə, çıxmağa cəhd etsən, səni məhrum edərəm hər şeydən. Bu cür. Qadın nə edir? Əgər hansı yol seçməsi artıq çıxmaq istəyir, istəmir. Çıxmaq istəyəndə özünə dönür, öz sağlamlığına geri qayıdır. Yanında onu həqiqi sevən, sevməyən insanları görür və davam edir. Gözü açılır həyata. Gözünü bağlamaq istəyəndə isə, yəni o cür, yəni davam edirsən. Və bu qadın yəni ailə terapiyalarında girdikləri zamanı həyat tərzlərini dəyişir, həyata baxışları dəyişir və sonra dəyişəndən sonra insan düşünür ki, bunlar yəni bu cür hadisələr və yaxud da bu qarşıdan çıxan insanlarla yaxınlıq etməsi, həyat tərzində yəni yeniliklərin baş verməsi sadəcə psixoloqa getməsəydin də olacaqdı. Bu belə deyil. Sən bu enerjiyə düşdüyün üçün bunları əldə etmirsən. Bu enerjiyə nankorluq edəndə bu sıfırlanmağa doğru gedir. Əldə etdiyinə şükür enerjisi verməyəndə, təşəkkür enerjisi verməyəndə, istənilən yəni bu enerjinə sənin qarşılaşdıran insana şükür enerjisi, sən fırlanıb geriyə daha nə bilim çox gözləmədiyin bir neqativdən düşə bilirsən. Yəni düşünürsən ki, nəyə burada səhv edirəm, nəyə düz edirəm. Çünki fırlanıb baxmalısan ki, sən şükür və naşükürdəsən və naşükür enerji paralel işləyir. Enerjiyə dəyişdirə bilmirsən, ona yön verə bilmirsən. Nə qədər şükür edərsən, nə qədər təşəkkür edərsən, pislik etmərsən, sən də daim aktiv olar. Yəni bir şey demək istəyirəm ki, insan nə qədər pozitivə düşərsə və ona şükür edərsə, ona nankorluq etmərsə, irəliyə gedir. Yox, əldə etdiklərinə görə nankorluq və başqa bir don geyindirərsə, o don fırlanar, ona geri dönər. Çalışın, həyatda sizə verilmiş şansları layiq olduğu şəkildə dəyərləndirin, şükür edin və sağollaşın və sağollaşmaqdan da qorxmayın. Bir şeyə dağıtmaqdan da, bir şeydən getməkdən də qorxmayın. Məsələn, biz deyirik ki, məsələn, həmin yoldaş deyir ki, sən falan kəsə bax, heç psixoloqa gedir. Yox, hamı necə, sən deyilən, düzdür. Əslində, bax, gör, o insanın həyat tərzinə bir dərinliyinə girsən, hamı necə, yəni insanlar, bir neçə insana baxırıq ki, o psixoloqa getmir, ümumiyyətlə terapiyalara getmir. Bax, gör, hansı xəstəliklər var, hansı həyat tərzində yaşayır. Bəlkə gedir, bəlkə getmir, bəlkə bilmirsən nə işlə məşğulun, düzdürmü? Sən onun həyat tərzini bilə bilməzsən, sənə elə gəlir. Hər kəsin gizləndə etdiyi və kimsənin bilmədiyi bir şeyləri var. Və insan özünlə üzləşməsi, burada bir şey yoxdur. Kimsə onu pis şey bilirsə, demək ki, o insan daha çox bir şeylə məşğuldur ki, sən onu bilməyəsən deyə sənin üzərinə bunu yıxır, onu göstərir, səni günahlandırır. Unutmayın, kimsə günahlandırmaq çox asandır. Daha çox günahlandıran, pisliyə çalışan insan daha çox bu işlə məşğul olan insandır. Terapiya insanları sağlam həyat tərzinə yönləndirir, qurban rolundan çıxardır, öz həyatına dönməyə səbəb olur, özünə geri dönməyə. Sən kim nə edir, etmir, sənə maraqlı olmamalı, sən özünə məşğul olmalısan.
Sən həyat tərzini dəyişmək istəyirsənsə, mütləq terapiya